Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün dərs 12-nin birinci hissəsinin, yəni şagird yönümlü təlim, yəni interaktiv təlimin testlərinin izahına baxacağıq. Başlayaq birinci sualdan. Bizdən nə istəyir? Şagird yönümlü təlimin əsas prinsipi hansıdır? Şagird yönümlü. Müəllim mərkəzli izahların üstünlüyü. Mən qeyd eləmişdim ki, kurikulumda 2 dənə anlayış yoxdur. Biri maksimum anlayışdır, bir də müəllim mərkəzli. Aydındır ki, yanlışdır bu. Şagirdlərin aktiv iştirakının təmin edilməsi. İnteraktiv təlimin məqsədi nədir? Şagirdlərin aktiv iştirakını təmin etməsi. Tamamilə doğru. Yalnız biliyin ötürülməsi. Yalnız biliyi ötürsək, bizim o ənənəvi, lori dil desək, SSR dövründəki təhsildən nə fərqimiz oldu? Səhv. Qiymətləndirmənin yalnız müəllim tərəfindən aparılması, onda bəs özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi nə işə yarayır? Təlimdə yalnız nəzəriyyədə əsaslanmaq, təlimdə yalnız nəzəriyyəyə əsaslanmaq səhvdir. Doğru cavabımız B variantı. Gəldik. Nə öyrədəcəyəm? Sualı hansı təlim yanaşmasına aiddir? Öyrədən kimdir? Nə öyrədəcəyəm? Müəllim. Müəllim mərkəzi yanaşmaya. Daha sonra interaktiv metodların əsas xüsusiyyətinə aiddir. İnteraktiv metodların əsas xüsusiyyətinə aiddir. Müəllimin rolunu tam aradan qaldırır. Xeyr. Müəllimin rolunu aradan qaldırsaq, onda 45 dəqiqə müəllimə ehtiyac olmaz. Təlim yalnız nəzəri mühakiməyə əsaslandırır. Xeyr. Nəzəri mühakimə, bax, ancaq təlim desə ki, nəzəri əsaslanır, yəni nəzəri olur. Nəzəri məsələsi səhvdir. Təlim ancaq belə ola bilməz yalnız. Bilikləri sadəcə əzbərləməyə yönəlib, bilikləri sadəcə əzbərləsək, interaktiv təlim onda aktivlik. İnteraktiv təlim məqsədi nədir? Şagirdlərin aktivliyini, qarşılıqlı öyrənməsini təmin etmək. Aktivlik. Sadəcə əzbərləsək nə aktivlik olar? Şagirdlər arasında əməkdaşlıq ünsiyyət yaradır. Düz. Ünsiyyət əməkdaşlıq. Nümunə nətər demişdim PDF dizaynında? Dedim ki, məsələn, dərs prosesində müəllimin biri mənə sual verir. Mən vaxt eləyib o sualı görüb cavablandırana qədər digər müəllim cavablandırır o sualı. Bunlar bir-birindən ünsiyyət qurdu. Əməkdaşlıq elədi. Deməli, nədir doğru cavab? D. Vaxta qənaət edir, amma şagirdlərin iştirakını azaldır. Səhvdir. Gəldik 4-ə. Hansı fikir deyir ki, doğru deyil. İnteraktiv təlim metodları müəllimlərdən fərqli olaraq şagirdlər üçün məqsədə uyğundur. İnteraktiv təlim metodları demişdik ki, həm şagirdlər üçün, həm müəllimlər üçün məqsədə uyğundur. Yanlış cavab A variantı. Digərlərinə baxaq. İnteraktiv yanaşma scaffolding nəzəriyyəsi ilə bağlıdır. Tamamilə doğru. Scaffolding nəzəriyyəsi ilə bağlıdır. Orada hətta yerini də belə deyək də, kitabın sağ tərəfində, sağ səhifəsində bölünmüş sol hissənin aşağısında yazılmışdı. Orada sosial inkişaf nəzəriyyəsi falan var, yaxın inkişaf nəzəriyyəsi. Bu kimi məqamlarda qeyd olunmuşdu orada. İnteraktiv, qarşılıqlı əlaqə fəaliyyət üzərində qurulan deməkdir. Tərifdir bu. Tamamilə doğru. Ənənəvi təlim sistemində təlim əzbərdən danışma və əzbərsizlik əsasında keçirilirdi. Bəli. Ənənəvi təlimdə elə əzbərlə, get-gəl bəsdir. Aktivlik, nəsə bir əməkdaşlıq, nəsə bir fəaliyyət yox idi. İnteraktiv dərs mühitinin yaradılması üçün sinifdə işçi qrupu atmosferi yaradılmalıdır. Düz. Orada elə vərəqi belə çevirən kimi işçi qrupu atmosferinin yaradılması. Daha sonra dərsə cavab olmada müəllimin yol verdiyi səhv hansıdır? Dərsə cavab olmada müəllimin yol verdiyi səhv. Şagirdlərin təcrübələrini paylaşmasına şərait yaratmaq. Bəli. Təcrübələr baxın nətər paylaşılır? Müzakirə ilə paylaşıla bilər və yaxud müsahibə ilə paylaşıla bilər. Oyundan və maraqlı situasiyalardan istifadə etmək. Dərsə cavab olma. Oyunlardan istifadə, hərəkətli öyrənmə. Şagirdlərin gündəlik həyat təcrübəsindən istifadə etmək. Özümün də gündəlik təcrübəmdən danışa bilərəm. Bax, gündəlik təcrübəyə istinad eləyəndə şagird başa düşür ki, öyrəndiklərim deməli həyatla bağlıdır. Artıq o, mən niyə öyrənirəm sualı var. Bax, bunu nə səbəb öyrənirəm? Güya buna həyatda harda lazım olacaq sualı var ha. Onun cavabıdır ki, şagird artıq görür ki, bax, öyrəndiyin həyatda tətbiq edə bilər. Problemli suallar verməklə düşünməyə sövq etmək, düz. Mövzunu passiv mühazirə üslubunda təqdim etmək. Passiv. Tərif elə odur ki, tərifi. Aktiv öyrənmə, qarşılıqlı öyrənmə. Elə passivi görən kimi cavab orada mənə deyir ki, edilə. Daha sonra kurikulumda şagird yönümlülük əsasən hansı yanaşma ilə təmin edilir? Şagird yönümlülük əsasən hansı yanaşma ilə təmin edilir? Tərif necə idi müəllimlər? Əvvəlki dərslərdən. Şagirdin maraq və tələbatının nəzərə alınması, maraq və ehtiyacının nəzərə alınması. Cavaba bax bir dənə. Maraq, ehtiyac.
Buradadır. Daha sonra interaktiv metodların tətbiqində ən vacib şərtdir. İnteraktiv metodların tətbiqində ən vacib şərtdir. Müəllimin izahı, yaddaşın gücləndirilməsi, şagirdlərin fəal iştirakı. İnteraktiv təlim metodda nə var idi bu birinci? Elə birinci cəlb olunma var. Refleksiya var. Sorğu-sual var, sual-cavab var. C variantı, cəlb olunma. Cəlb olunanda şagirdlər fəal iştirak edir də. Bax, indi interaktiv təlimin məqsədi nədir? Şagirdlərin fəaliyyətə cəlb etmək. Yəni fəal iştirakını təmin etmək. Daha sonra qruplarda iş, rollu oynama, müzakirə hansı tip metodlara aiddir? Hansıdır? Qruplarda iş, rollu oynama, müzakirə. Bax, müzakirəni harda görmüşdük? Refleksiyada. Müzakirə, müsahibə, şəxsi jurnal görmüşdük. Bəli. Qrupla iş interaktivin nəyini inkişaf etdirir? Əməkdaşlıq bacarığını, ünsiyyət bacarığını, D variantı. Daha sonra təlim fəaliyyətinin, fəal təlimin daha doğrusu fəaliyyətinin, fəal təlimin əsas fəlsəfəsi hansıdır? Fəal təlimin şagirdlərin biliyi passiv qəbul etməsi. Passiv gördüm, çıxdıq. Şagirdlərin yaradıcı tənqid təfəkkürünü inkişaf etdirmək. Tamamilə doğru. Yaradıcı tənqid təfəkkürünü inkişaf etdirmək. Orada hətta yaradıcı ilə tənqid qara şriflə qeyd eləmişdim. B variantı. Digəri nə deyir? Müəllimin dərs boyu danışması. Müəllim dərs boyu danışsa, onda şagird harda aktivlik göstərəcəkdir? Mövzunun sadə izahı. Mövzu sadə izah olunur, ancaq təlimin əsas fəlsəfəsi deyil. Mövzunun sadə izahı təlimin əsas fəlsəfəsi ola bilərmi? Xeyr. Təkrarın çoxaldılması. Təkrarı çoxaltsaq, yeni mövzuya vaxt qalmaz. Bu da yanlış. Ona görə cavab B variantı. Baxırıq, digər. Şagirdlərin müstəqil təfəkkürünü inkişaf etdirmək hansı təlimin məqsədidir? Şagirdlərin müstəqil təfəkkür. Bax, burada neçə dənə təlim növü var. Müəllim mərkəzini gördüm, çıx. Ənənəvi söhbətini gördüm, çıx. Yəni ənənəvi mühazirə üsulu. İndi ənənəvi formada dərs keçmək olarmı? Xeyr. Qiymətləndirmə, yalnız test təhlili ağlabatan deyil də. Yəni yalnız test təhlil etsək nə vaxt öyrənərik mövzunu? Qiymətləndirmə, çıx. Qiymətləndirmə müstəqil təfəkkür inkişaf edirəm? Xeyr. Şagird mərkəzli. Belə bir təlim. Burada 2 dənə təlim görmüşük biz əvvəlki dərslərdən. Müəllim mərkəzli, şagird mərkəzli. Biz də bilirik ki, müəllim mərkəzli gördük, səhvdir. Sinifdə sual-cavab prosesinin düzgün təşkili şagirdlərə hansı üstünlüyü verir? Yalnız faktları xatırlamaq bacarığı səhvdir. Sual-cavab prosesi başqa nə kömək eləyir? Artıq şagird bilir ki, yanlış sual yoxdur. Gördün? Yalnız faktı xatırlamadı. O başa düşdü ki, yanlış sual da yoxdur. Yalnız müəllimin dediklərini təkrarlamaq səhvdir. Mən özüm də sual hazırlaya bilərəm. Yoldaşım da mənə sual verə bilər. Mövzunu sadəcə dinləmək, öyrənmək. Xeyr, sual-cavab verəndə sən də sual verirsən, suala da cavab verirsən. Passiv gördük, çıx. Yəni passiv fəaliyyət varsa, bəlkə axırda deyək ki, passiv iştirakçı dərsi izləməmək. İzləməmək də verə bilər, diqqətli olun. İzləmək deyirsə, çıx. Analitik təfəkkür və arqumentlərə cavab vermək bacarıq tamamilə doğru. İndi orada nə verilib? Axırda B yazmışıq, bu E variantıdır. İndi yanlışlıq olub bir balaca. Elə anında istəyirsiniz ki, alın onu. Bir dənə mən tez 2 dəqiqə düzəldim burada. İzah eləyə hal-hazırda. Baxdıq nəyə? Burada. E. Əla. Sonra baxırıq nəyə? 12-yə. Refleksiya mərhələsinin əsas funksiyası hansıdır? Refleksiya mərhələsinin əsas funksiyası hansıdır? Şagirdlərin yeni bilikləri əzbərləməsini yoxlamaq, yalnız summativ qiymətləndirmə aparmaq, mövzunun müəllimi yekun nitqi ilə bitirmək, şagirdlərin yazı sürətini ölçmək, təlim nəticələri barədə şagirdlərin öz fəaliyyətini qiymətləndirməsi. Refleksiyada nə var idi? Qiymətlendirmə var idi. Elə deyilmi? Şəxsi jurnal var idi, müzakirə var idi, sorğu var idi, qiymətləndirmə var idi. Ancaq yerdə qalanların heç birini biz orada görməmişdik. Ona görə E variantı. Daha sonra dərsə cəlb olunmada müəllim hansı yanaşmanı sərgiləməsi yanlışdır. Yəni dərsə cəlb olunma prosesində müəllim hansı fəaliyyəti göstərsə səhv yol vermiş olar. Şagirdlərin gündəlik həyatı ilə bağlı nümunə bax. Gündəlik həyatla bağlı nümunələr. Var idi mi məqam? Var idi. Özünü monitorinq nitqi ilə izah edib şagirdləri passiv saxlamaq. Passiv saxlayırıqsa nə idi dedim bayaqdan. B variantı səhvdir, yanlış olar. Bax digərinə. Oyundan situasiya tapşırıqlarını istifadə etmək. Hərəkət
olur. Oyun situasiya varsa hərəkət olur. Şagirdlərə açıq sual vermək var. Açıq sual, qapalı sual verə bilərik. Mövzuya maraq oyadan problemli sual qoymaq, problemli sual düz, yanlış cavab B variantı. İnteraktiv müzakirə dərsində daha doğrusu, interaktiv müzakirə dərsində müəllimin düzgün mövqeyi hansıdır? Müəllimin düzgün mövqeyi. Şagirdlərin müzakirəsinə müdaxilə edib düzgün cavab özü demək. Sizcə belə bir şey doğru ola bilərmi? Siz məntiqlə heç deyərəm ki, kurukulum oxumusunuz. Müəllimin öz mövqeyini tək doğru. Bax. Əgər müəllim öz mövqeyini ən doğru, tək doğru ya versiya kimi görsə, özündə səhv görməsə, onda heç vaxt müəllim effektiv dərs keçə bilməz. Şagirdləri fikir bildirməyə təşviq edib yönləndirici suallar vermək. Bax, burada ən müsbət versiya hansı idi üçüncüsündə? Şagirdin fəaliyyətinə yönəlmiş. Bax, A variantı cavabı kim dedi? Müəllim dedi. Deməli olacaq müəllim mərkəzi. Bu şagirdə şans vermədi, səhv olar. Müəllimin öz mövqeyini tək gördün, ancaq özünü şagirdə şans vermədi, səhv olar. Şagirdləri yalnız səssiz dinləyici vəziyyətində saxlamaq. Şagirdlərə şans vermədi, səssiz saxladı, səhv olar. Müzakirəni yalnız öz güclü şagirdlərin iştirakı aparmaq. Şagirdləri bir-birindən seçdi. Bu yanaşma doğru olmaz, bərabər imkanları pozar. Doğru C. Sual-cavab prosesində müəllimin məqsədyönlü cavab verməsi şagirdlərdə əsasən nəyi inkişaf etdirir? Məqsədyönlü cavab verməsi və ya sual da ola bilər, nəyi inkişaf etdirir? Mövzunu mexaniki əzbərləməyə. Əzbər belə olmaz axı belə şey. Əzbərlədinsə nə mənasında aktiv öyrənməyin? Sadəcə dəftərdən oxuma bacarığı. Səhv. Müəllimdən asılı cavab vermə. Müəllimdən asılı olsa elə müəllim mərkəzi olur, şagird mərkəzi olmaz. Fərqli yanaşmalarla mövqeyini əsaslandırma bacarığı. Bax, fərqli yanaşmalarla mövqeyini əsaslandırırsan. Mövzunu olduğu kimi təkrar etmək. Mövzunu olduğu kimi təkrar edinsə, onda niyə oxuyursan? Elə papqaylıq edirsən. Oradan bax, oradan da təkrarla. Daha sonra, dərsə cəlb olunmanın effektivliyi ən çox hansı göstərici ilə ölçülür? Dərsə cəlb olunmanın. Şagirdlərin dərs boyu fəallığı və maraq göstərməsi. Bax, heç uzağa getmir. İnteraktiv təlim nədir? Şagirdlərin fəaliyyətə cəlb etmək. Fəaliyyətə cəlb edəndə şagirdlər nə var? Fəallıq göstərir. Fəallıq gördüsə qardaş nədir? Ad. Vaxtında gəlmək. Məntiqə uyğunsuzdur. Şagirdlərin müəllimi deyişlərini dəftərə yazması. Bu qeyd götürməkdir. Bu cəlb olmanın nə əlaqəsi var ki? Müəllimin mövzunu tam izah etməsi tam olmalıdır. Mövzunu tam izah etməsi nə əlaqəsi var cəlb olunma ilə? Mən şagirdi dərsə cəlb eləməyim. Otursun o küçdə, mən də mövzunu geniş izah edeyim. O mənə qulaq asmayandan sonra nə başa düşəsiniz? Heç nə. Şagirdlərin dərs sonunda sakit oturması mənasız bir versiya. Yalnız A variantı. Refleksiyanın əsas mahiyyəti nədir? Refleksiyanın əsas mahiyyəti. Müəllimin yaşın sözünü bitirməsi. Ola bilər heç refleksiya. Refleksiya nədir? Öz öyrənməni təhlil elə. Müəllim öz öyrətməsini təhlil eləyir, şagird də öz öyrənməsini təhlil eləyir. Nə edir? B variantı çıxır ortaya. Sonra müəllim hansı halda sual-cavabın şagird yönümlülüyünü pozur? Sual-cavabın şagird yönümlülüyünü pozur. Açıq suallar verəndə. Düz, niyə pozsun ki, elə məqsədə uyğundur ki, açıq suallar verək. Cavablardan yeni suallar çıxaranda. Bəli, əladır. Hansı üsuldur? Davamlı bir-birimizə sual versin, nədir? Sokrat dialoqu. Şagirdlərin bir-birinin fikrinə münasibət bildirməsinə şərait yaradanda düzdür. Bir-birinin fikrinə münasibət yaratmalıdır şagird. Müzakirə olmalıdır. Cavabı yalnız öz fikri ilə məhdudlaşdıranda, bax, müəllim cavabı öz fikri ilə məhdudlaşdırırsa, şagirdi nəzərə almadı. Şagirdi nəzərə almadısa, səhv elədi. D variantı. Cavablara əsaslanaraq müzakirə təşkil edəndə düzdür. Gəldik 2 dənə. 19-20. İnteraktiv dərsin uğurlu olması üçün müəllim ilk növbədə nə etməlidir? İnteraktiv dərsin. Mövzunu tam əzbərləmək. Bunun əzbərləməyə nə dəxli? Şagirdlərdən test toplamaq nə dəxli? Vaxtı çoxaltmaq nə dəxli? Sadəcə mühazirə oxumaq səhvdir. Mühazirə oxudunsa ənənəvidir. Əzbərlədinsə ənənəvidir. B ilə D-də mənasız cavab. Bir dənə müsbət versiyanı götürə bilərik. Yaxşı bir şey. Məqsəd və nəticələri aydın müəyyənləşdirmək. İnteraktiv dərs uğurlu edir. Məqsəd və nəticə aydın olanda nə idi müəllim? Şagirdlərə, bax, cəlb olunmada var idi ha, məqsədləri aydın şəkildə ifadə etmək, şagirdlərə çatdırmaq. Bax, məqsəd və nəticəni aydın şəkildə müəyyənləşdirib şagirdə çatdırıramsa, şagirdi dərs prosesini nə edirəm? Cəlb edirəm. Bu da nədir? Cəlb olunma interaktiv təlim. Daha sonra hansı fikir
doğru deyil. Şəxsi jurnallar vasitəsilə qeydlər aparıb refleksiya etmək. Şəxsi jurnallar vasitəsilə. Şəxsi jurnallar bəli, nə idi? Refleksiyada var idi. Tamamilə doğru. Başqa nə var idi? Müzakirə, müsahibə, sorğu, anket. Anket yox da sorğu, cümlə kökləri, çıxış bileti və s. refleksiya aid idi. Açıq və qapalı tipli sualların hər ikisindən istifadə məqsədi olunur. Bəli, açıq da qapalıdır. Yalnız açıq, yalnız qapalı sual verə bilmərik. Ancaq açıq suallardan istifadə daha məqsədə uyğundur. Belə bir fikir var. Düz. Şagirdlərin suallara verdikləri cavabların düz və yanlış olmasından asılı olmayaraq onların fəaliyyətinə görə təqdir edin və dəyərləndirin. Bəli, şagird səhv cavab verib qayıtdı, sən ki oxumursan, sən neynəsəm də sən yəni düz deyirəm, yanlış cavab verib. Səndən belə deyək, biraz kobud ifadə var. Səndən adam olmaz. Nə bilim nə, bu nə oxumaqdır? Yanlışdır bu. Yanlış fəaliyyətdir. Sən onun fəaliyyətini qiymətləndir. Denən ki, halaldır ki, məntiqini işə saldın, cəhd elədin, düşündün, dəyərləndir. Şagirdləri dərsə cəlb etmək üçün şəxsi tərcümədən istifadə edə bilərsiniz. Başqa nə var idi? Problemli situasiya, şəxsi təcrübə, hansısa bir lətifə danışa bilərdik, qısa, maraqlı giriş, musiqi, vizual alətlər, hekayə danışmaq və s. Orada nə var idi? Şəxsi təcrübə. Şəxsi təcrübə nəyə göstərirdi şagirdə? Göstərir, o şagirdlərdə bir sual var ya, özlərinə verilən. Biz bunu niyə oxuyuruq? Bizə harda lazım olacaq bu? O harda lazım olacaq sualının cavabı olur. Şəxsi həyatdan nümunə gətirəndə. Düz. Sualın cavabını bilməsəniz belə, bunu şagirdlərə bildirməyin. Çünki bu müəllimi savadsız göstərə bilər. Xeyr. Bunu da PDF-də izah eləmişdik dərs eləyən zaman. Sualı bilmirsən, bəli. Deyirsən ki, şagirdlərə izah edirsən. Uşaqlar, mən bu sualın cavabını mən özüm də bilmirəm. Dərsdən sonra bu sual haqqında geniş şəkildə araşdırıb sizə ətraflı məlumat təqdim edəcəm. Belə olan halda şagird də görür ki, deməli müəllim də bəzən nə isə bilməyə bilər. Və mənim nə isə bilməməyim qeyri-adi bir şey deyil, normal haldır. Və şagird nə isə bilməməkdən, nə isə səhv eləməkdən artıq çəkinmir, qorxmur. Ona görə müəllim nə isə bilmirsə, açıq deməli ki, şagirdlər, mən bunu bilmirəm, dərsdən sonra araşdırıb sizə ətraflı məlumat verəcəm. Ona görə yanlış cavab burada E-dir. Oldu müəllimlər. Çox sağ olun, gələn izahlarda görüşənədək.